Dövlətin ölkə əhalisinin rifahı halını yaxşılaşdırmaq istiqamətində atdığı addımların əsas hissəsini sosial tədbirlər təşkil edir. Ölkəmizdə əhalinin sosial müdafiəsinin təşkili iqtisadi inkişafın əsas məqsədi kimi müəyyən olunub. Bu sahədə həyata keçirilən bir çox layihələr məhz aztəminatlı ailələr üçün nəzərdə tutulub. Lənkəranda reallaşan məktəbəqədər təhsildə ictimai funksionallıq layihəsi də buna xidmət edir. Tərəqqi Sosial-İqtisadi Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə məktəbəqədər təhsildə ictimai funksionallığın artırılması layihəsi ölkəmizdə davam etdirilir. Bu layihə bir çox bölgələrdə olduğu kimi Lənkəranda da bir neçə müddətdir ki, davam edir. Layihə ilə bağlı suallarımızı cavablandıran Lənkəran şəhər əhalinin sosial müdafiəsi mərkəzinin müdiri Rafael Tahirov bildirdi ki, layihənin əsas məqsədi az təminatlı ailələrin uşaqları və əlilliyi olan uşaqların bərpa mərkəzinin yaradılmasıdır. Hal-hazırda deməli o layihə belə qurulub, yəni qeyri-hökumət təşkilatının nümayəndələri bu dəqiqə rayondadır. Yəni onlar özləri ev tutublar, kirayə ev tutublar, həmin deməli layihəyə əsasən. Deməli həmin valideynlər uşaqlarını səhər saat 8-də gətirirlər, verirlər. Həmin oradakı tərbiyəçi, psixoloqlara, hər cür müəllimlər var orada. Yəni uşaqları verirlər, məktəbə gedən uşaqlar gedirlər məktəbə, yenə qayıdırlar ora təzədən axşam saat 8-ə qədər. Müsahibimiz bildirdi ki, Azərbaycanda məktəbəqədər təhsillə bağlı hüquqi normativ aktların qəbul olunması bu sahədə olan problemlərin aradan qaldırılması üçün zəruri addımlardır. Orada bu dəqiqə 35 nəfər az təminatlı ailənin uşaq, 35 nəfər uşaq bu dəqiqə orada həmin layihənin üzvləridir. Gedirlər həmin uşaqları evlərindən götürürlər, gətirirlər. Məktəbə qədər olan uşaqlar üçün ayrı qrupları var, yaş hədləri var orada. İnşallah həmin layihə uğurlu olsa, yəni burada böyük bir mərkəzin yaradılması nəzərdə tutulub. Rafael Tahirov sonda bildirdi ki, ölkəmizdə may ayından start götürən layihə dekabrın 31-də başa çatacaq. Günay Əlizadə, Vüsal Ələkbərov, Lənkəran.